Elmin bəy, ən çox təsirləndiyiniz film? Flight filmi, uçuş. Ən zəif qorxu filmi sizə görə? Ən zəif qorxu filmi. Pas deyə bilərəm. Pas. Əgər Oskar alsaydınız, kimə həsr edərdiniz onu? Qardaşıma. Xənnaz 2 olsa, baş rolu kimə verərsiniz? Kişidirsə, Azər Aydəmir. Təbiət hadisəsi olsanız hansı olarsınız? Günəş olmaq istəyərəm. Heyvan olsanız necə? Canavar. Əşya olsanız hansı əşya olmaq istəyirsiniz? Əşya olsam, yaşıllıqla bol olan bir Avropa kəndində bir ev. İstirahət üçün meşə yoxsa dəniz? Meşə. Sevdiyiniz musiqi janrı? Çox da əslində, amma deyək ki, rock da ola bilər, rap da ola bilər. Sevdiyiniz idman növü? Fitness. Ən çox istifadə etdiyiniz söz? Bildin necə? Ən yaxşı bişirə bildiyiniz yemək? Maksimum yumurta. Mətbəxdə kişi olmalıdır yoxsa qadın? Qadın. Təşəkkür edirik. Çox sağ olun.